Azərbaycan Respublikası hüdudlarından kənarda fəaliyyət göstərən terror təşkilatının tabeçiliyini qəbul etmiş bir qrup şəxsin partlayıcı maddələr və silah-sursat əldə edib, dini ekstremizm zəminində ölkə ərazisinin müxtəlif yerlərində terror aktları planlaşdırdıqları barədə Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş, məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və qeydə alınmış fəaliyyətləri təxirə salınmaz tədbirlərin görülməsini zəruri edib. Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr şöbəsindən Azərbaycana verilən xəbərə görə, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlıqda şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Abu Hafsa ləqəbli Ulubəyovun, Abdülqərib ləqəbli Dəmirovun, Əbdülxalid ləqəbli Sadıqovun Alməmmədovun və Abdullah ləqəbli Məmmədovun tutulması üçün 2017-ci il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən Ulubəyov, Alməmmədov, Dəmirov və Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən qanunvericiliklə müəyyən edilmiş qaydada cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə etməklə məhv edilib. Sadıqov isə şübhəli şəxs qismində tutulub. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.